İndi başlayaq məsələnin kökündən. Ay qardaşlar, ay yoldaşlar, ay aidiyyatı qurumlar, ay hörmətli vəzifəli şəxslər. Vətəndaşlar birincisi Bakıya niyə gəlir? Çünki bölgələrdə kifayət qədər nə iş yeri var, nə fabrik var, nə zavod var, harda işləsin. Tikinti də heç paytaxt qədər getmir. Yəqin ki, bunu qəbul eləyərsiniz. Kənd təsərrüfatı ilə məşğul olmağın başqa bir problemləri, çətinlikləri var. Amma hansısa bir formada o ailəni saxlamaq da lazımdır. Pensiya yaşı çoxdur, uşaq pulu yoxdur və bütün bu problemlər yığılanda insanlar yaşadığı yeri tərk eləyib paytaxta gəlmək məcburiyyətində qalırlar. Bunu mən bilirəmsə, siz məndən də çox səbəblərini bilirsiniz. Gəldilər paytaxta. Əvvəllər polis idarələrində müvəqqəti qeydiyyata düşürdülər. İndi onlar da qapılarını bağladılar. Dedilər, biz qeydiyyata götürmürük. Nə bilim, onların da özlərinə görə səbəbləri var bəlkə də. Amma vətəndaşa bir qapı göstərmədən bu qapını da üzünə bağlayırsansa, neyniyəcək? Tanımadığı adama pul verəcək ki, sən Allah, Allahın adıdır, məni bura qeydiyyata sal, 5 manat, 10 manat, 100 manat, 150 manat fərqi yoxdur. Çünki o vətəndaş paytaxtda yaşayırsa, burada qeydiyyata düşmürsə, nə icbari sığortadan yararlana biləcək, nə uşağını hansısa bağçaya qoya biləcək, ya məktəbə qoya biləcək. Bütün bu imkanlardan məhrum olur. Ona görə də 100 manat, 150 manat, 200 manat, 500 manat, bilmirəm, bu başdan silməyə hazırdır ki, cəhənnəm. O problem həll olunsun. O problem həll olsun, heç olmasa uşağın məktəbə getsin, bağçaya getsin, mən xəstəxanaya gedəndə bir iynəmi vurdurum, peyvəndimi vurdurum, ən primitivlərini deyirəm də mən. Yəni, bu adamların qanunsuz ödənişlərinin qarşısını kəsmək üçün onlara qanuni yol göstərmək lazımdır. Bir çıxış yolu göstərmək lazımdır.